Qərb bölgəsində pravoslavların yeganə ibadət ocağı olan Aleksandr Nevski Rus Pravoslav kilsəsində müqəddəs Milad bayramı artıq gecə saatlarından start götürüb və bir neçə saat bundan sonra məhz kilsədə müqəddəs günlə bağlı həyata keçirilən ayinlər başa çatacaqdır. Və xatırladım ki, artıq bir neçə ildir ki, Gəncədə, eləcə də Qərb bölgəsində yaşayan pravoslavlar məhz müqəddəs ocağa gələrək öz dini ibadətlərini bu yerdə yerinə yetirirlər, sərbəst və tolerant şəraitdə. Baxmayaraq ki, Gəncə müsəlman şəhəri olmasına baxmayaraq artıq uzun illərdir ki, məhz bölgəmizdə yaşayan inanclı pravoslavlar hər il Pasxa, Milad və digər müqəddəs bayramlarını məhz Aleksandr Nevski Rus Pravoslav kilsəsinə gələrək öz dini ayinlərini qeyd etdiyimiz kimi sərbəst və tolerant şəkildə icra edirlər. Xatırladım ki, müqəddəs kilsədə demək olar ki, həyata keçirilən ayinlər pravoslav qaydalarına uyğun icrası reallaşdırılır və inanclı pravoslavlar məhz kilsəyə gələrək burada dualar edir, şamları yandırır və müxtəlif ritualları, dini ritualları icra edirlər. Və xatırladım ki, Milad bayramı bir neçə saatdan sonra müqəddəs Aleksandr Nevski Rus Pravoslav kilsəsinin zənglərinin çalınmasına start verildikdən sonra belə deyək, bayram tədbiri, bayram ibadəti tam başa çatmış hesab olunacaqdır. Bizim hələ ki, Gəncədən çatdıracaqlarımız bu qədər. Buyurun, söz yenidən sizlədir.